Bəli, Lazım siz ekranı silin. Tezden oynayacaq. silək baş üstə. Deməli müəllimlər, 8192 simvoldan ibarət mətn informasiyası mövcuddur. 4096 simvolu əlifbada kodlaşdırılıb. 8192 213-dür. Bizim 213 dənə simvolumuz var. 4096 simvolu əlifbada da bir simvolumuz 12 bit olur. Deməli, Hı. biri 12 bit isə 213 nə qədər olar? Bunu vuracaq 12-yə. Düzdür? Bunu vuracaq 12-yə. Hı. Deməli, bu təkcə mətnin həcmidir. Ay sağ ol. Kilobaytdan dediyinə görə bu bitlə daxı biti də kilobayta çevirmək üçün 213-ə bölmək lazımdır. Və bu da axırda da bölə bilərəm, bəri başda bölüm. Bu eləyir 12 kilobayt. Deməli, təkcə mətnin həcmi 12 kilobaytdır. Təkcə mətnin həcmi deməli bir jurnalda 12 kilobaytdır. Ha, jurnalların sayını bilmirəm. 12 kilobaytdır və hər bir jurnalda eyni zamanda 2 kilobayta şəkil var. 12 kilobayt mətn jurnalların sayı X olsun. 12 kilobayt mətn var, 2 kilobaytda şəkil var və jurnalların da sayı olsun X dənədir və bunların ümumi cəmi 140 kilobaytdır. Biz də buradan tapırıq Telefon ki, eləyir bunu. O eləyir. 14x bərabərdir 140-a, x də bərabərdir 10-a. Yəni, şagirdlərin sayını bilmirəm, x-dir. Hər bir şagirdin məlumatında 12 kilobayt mətn var, 2 kilobayt da şəkil var. Bir şagirdin məlumatında 14 kilobayt informasiya var. Mənim də x dənə şagirdim var. 14x eləyəcək, 14x kilobayt eləyəcək 140 və tapmalıyam ki, yaxşı, bir şagirdin məlumatında 14 kilobaytlıq informasiya varsa, bəs onda 140 kilobayta neçə şagirdə düşür? O da 140-ı bölmək lazımdır nəyə? 14-ə. Belə də eləyə bilərəm. Tənasüb edə bilərəm. Bir şagird üçün 14 kilobaytdır. X şagird üçün də 140 kilobaytdır. X də bərabərdir. 140 bölünsün 14-ə. Bu da eləyər 10. Cavab oldu 10. Məlumat 2048 simvolu əlifba standartı ilə kodlaşdırılmışdır. Bu məlumat ASCII standartına keçirilən zaman həcmi 6 kilobayt azalmışdır. Məlumat neçə simvoldan ibarətdir? Deməli, məlumatın neçə simvoldan ibarət olduğunu bilmirik. Bunu biz x götürəcəyik. Simvol sayı oldu x. Və onu bilirik ki, 2048 simvolu əlifbada kodlaşdırılıbsa, bu 12x 11x. eləyəcək. 11 üzrə isə 11x eləyəcək. Çünki biz 2048 simvol yapmadı. Bir simvol 11 bitdi və məndə x dənə simvolum var. 11x eləyəcək. ASCII standartında bir simvol 8x eləyəcək. Ay sağ ol. Buna 11x 8x standart çıxıb 6'ya 8x-ə böl. keçəndə 6 kilobayt azalıb. Yəni 11x-dən çıxacam 8x-i bərabər eləyəcək 6 kilobayt. Düzdür? Burada Hə. qaldı 3x. 3x bərabərdir 6 kilobayt, x düşür 2 kilobayt. 3x bərabərdir 11-dən 8 çıxıram 6 kilobayt. X-i tapıram 2 kilobayt. Və neçə simvoldan ibarətdir? Kilobayta da bitə Bayta gətirəndə bunu da çevirsin. 1020-də vurmaq 2048. lazımdır. Bu da eləyəcək 2048 B variantı. B variantı. Bu müəllimlər oldu mətn informasiya sualları. İndi biz keçirik qrafiki informasiya suallarına. 181 nömrəli çalışmayla davam edirik. 16-16 ölçülü ağ-qara rəngli təsvir nə qədər yaddaş tələb edər? Ağ-qarada bir bit olur. Buna monoxrom da deyirlər. İki rəng var. P'si 2 olanda, eni, palitrası 2 olanda dərinliyi 1 olur. Deməli, onda yazacağım 16 vurulsun 16, yəni 2 üstü 4, vurulsun 2 üstü 4, vurulsun 1 bit bərabərdir. Nə qədər ya? Bu da eləcək 2 üstü 4, 4, 8, 2 üstü 8 bit. Güzel. Və bu da 2 üstü 3-ə böləndə 2 üstü Niye böyle? Diyelim 256 bitiresin Kimə diye. razı mən qaz? 256 Belə rəqəmi 256. 256 bit, bəli, elə belə verim. 64, 64-də eyni zamanda eyni yolda 206-nı vuracam 206-ya, onda vuracam 1-ə. Şimdi byte istiyor bu. Baytla istəyirsək, onda 2 üstü 3-ə böləcəm. 2 üstü 3-ə Bayt. böləndə bu getdi, burada qalar 3.
Bu da Yenə eləyər 2 üstü 9. Bu da eləyər 512 Y variantı. 5. Monitorun ölçüsü 210, 512, 256 nöqtədir. 64 kilobayt əməli yaddaş ayrılmışdır. Hər bir nöqtəni rəngləmək üçün neçə müxtəlif rənglərin sayını tapın. Deməli, biz əvvəlcə bizə nəyə soruşur? Rənglərin sayını P-ni soruşur. P-nin də tapılması düsturu P bərabərdir 2 üstü N düsturu ilə tapılır. Deməli, mən N-i tapmalıyam, sonra onu 2-nin qüvvətinə qaldırmalıyam. N-də V bərabərdir düsturumuz var axı. A vurulsun B vurulsun N. Buradan da biz N-i tapanda həcmi, yəni V-ni AB hasilinə bölmək lazımdır. Bu da bərabərdir. Həcmimiz 64 kilobaytdır. Yəni 2 üstü 6 kilobaytdan keçirdik bitə 2 üstü 13-ə vurduq. Böldük nöqtə sayına. 2 üstü 9 vurulsun 2 üstü 8. Yuxarıda elədi 2 üstü 19. Aşağıda elədi 2 üstü 17. Bu da eləyəcək 2 üstü 2 bərabərdir 4 bit. Bəli, tapdım 4 bit. Əgər mənə rəng dərinliyini tapın, rəng tərtibini tapın desəydi 4 bit götürərdim. Amma rəng çaları, palitra, rəng say dediyinə görə tapdığım bu eni gətirib 2-nin qüvvətinə yazmalıyam. 2 üstü 4, bu da eləyər 16. Cavab oldu 16. Yəni, rəng dərinliyi ilə rəng çaları eyni anlayış deyil. Rəng dərinliyi, rəng tərtibi dedikdə N nəzərdə tutulur. Rəng çaları, rəng sayı, palitra dedikdə P nəzərdə tutulur. Əgər displey ekranın ölçüləri 1024-512 nöqtəli sahənin hər bir nöqtəsi 256 sayda rəng çaların birində ola bilərsə, onda bu obrazı yadda salmaq üçün ən azı neçə kilobayt yaddaş tələb olunur. Bunlar da hamısı vuracaq bir-birinə. 2 üstü 10 vurulsun 2 üstü 9. Mən bir dənə istəyirəm bir şeyə də aydınlıq gətirəm. 256 sayda rəng çaları deyir. Baxın, əgər 256 rəng dərinliyi desəydi, onu vurardım 2 üstü 8-ə. Amma 256 rəng çaları deyirsə, mən burada N-i tapacağım. N-i avtomatik 8 düşəcək. N 8 olanda mən bunu 2 üstü 3-ə vurmalıyam. 2 üstü 3-ə. Kilobaytla istəyirsə, bitdən də kilobayta keçəndə mütləq 2 üstü 13-ə bölmək lazımdır. Bu da eləyəcək 2 üstü 22 yuxarıda 2 üstü 13-ə böləndə də düşəcək 2 üstü 9. Bu da eləyəcək 512. Monitorun ölçüləri 256-128 nöqtədən ibarət sahəni yadda saxlamaq üçün 32 kilobayt əməli yaddaş ayrılmışdır. Nöqtələr rəngləmək üçün ən çox hansı sayda rəngdən istifadə etmək olar? Yenə də mən burada əvvəlcə həcmi N-i tapmalıyam. N-i də tapmaq üçün həcmi 32 kilobaytı. Yəni 2 üstü 5 vurulsun 2 üstü 13 bölməliyəm nöqtələrin sayına. 2 üstü 8 vurulsun 2 üstü 7. Deməli, yuxarıda elədi 2 üstü 18, aşağıda elədi 2 üstü 15. Bu da eləyəcək 2 üstü 3 bərabərdir 8. Eni tapdım 8 bit. Əgər məndən rəng dərinliyini və ya rəng tərtibini götür desəydi 8 götürərdim. Amma rənglərin sayı deyirsə, aldığım 2 üstü 8-i bir də 2-nin qüvvətinə qaldırmalıyam. O da eləyəcək 256 C variantı. Onun nöqtəli 256 rəngli tasvir saxlamaq üçün nə qədər yaddaş lazımdır? Yenə də 10 vurulsun 10, o da vurulsun 256 rəngli 8 bitə. 208 bitə, yəni 8-ə vuraq və aldığımız cavabı da bu bitlə almışıq təbii ki. Elə 8-ə bölüb bayta çevirək. 8-ə böləndə də 8-lər gedər, qalar 100 bayt. Daha olur 100 bayt. 130 müxtəlif rəng çalarını kodlaşdırmaq üçün ən az neçə bitə ehtiyac var? 130-dan sonra gələn ilk 2-nin 8. qüvvətində yazılan ədəd tapılacaq. Bu da 130-dan sonra gəlib ilk 2-nin qüvvətində ədəd yazılan ədəd 256-dır. Bu da eləyəcək 208. Deməli, cavab düşəcək 8 bit. Qrafiki fail 1024 rəng çalarına malik idi. Bu qrafiki təsvirin rəng çalarının sayı 256 dəfə azaldılarsa, təsvirin yaddaş tutumu necə dəyişər? Deməli, əvvəl P-miz 256, 1024 imiş. P1 deyək.
Birinci. Sonra isə 256 dəfə azaldılıb. Bax, biri var deyər ki, 256-ya endirildi. O da P2-ni 256 götürəcək. Amma 256 dəfə azaldılıb dediyinə görə 1024-ü 256-ya bölüb yerdə qalanı götürəcək. 1024 200 10-dur. 256 200 8-dir. Bunlar da böləndə 200 sonra 208-ə böləndə 200 2 düşür. Düzdürmü? Eləyir 4. Deməli 4 olur. İndi burada 1024 rəng var imişsə, onda N1 olacaq 10 bit. P4-də nə rəng varsa N2 olacaq 2 bit. 10 bitdən də 2 bitə düşəndə 5 dəfə azalar. 5 dəfə sonra. Bəli. Mütləq N-i tapıb N-ə görə müəyyən etmək olar. Yəni 1024 ilə 4-ün arasında bir 5 əlaqəni tapmaq mümkün deyil də, çətindir. Amma normalda N-ə gətirəndə hər şey rahat görünür. 128 512 nöqtədən ibarət olan təsvir 256 rəng çalarına malikdir. Bu təsvir yaddaşda nə qədər yer tutar? 128 200 8-dir. 512 də 200 9-dur. 156 rəng 207 idi çalarına müəllim. O 207-dir birinci. 7-dir, bəli. 207. 207. 256 rəng çalarına malikdir. 8 bitlə kodlaşdırılır. Bunu da vuracam 2 üstü 3-ə. Bu da eləyəcək 2 üstü 19 bit. Və mən bunu sonu axırı 3 ilə qurtaran maksimum nəyə bölərəm? 2 üstü 13-ə bölərəm. 2 üstü 19 və 2 üstü 13-ə böləndə 2 üstü 6 kilobayt düşür. Bitdən kilobayta 2 üstü 13-ə bölür. Bu da 64 kilobayt C variantı. Verilmiş qrafik təsvir 1024 nöqtədən ibarətdir. Hər bir nöqtə 32 rəng çalarında ola bilərsə, 96 belə təsvir yaddaşda nə qədər yer tutar? Əvvəlcə biz birini tapıb, birinin həcmini 96-ya vuracaq. 1024 2 üstü 10-dur. O birisi 1024, o da 2 üstü 10-dur. 32 rəng çalarında ola bilərsə, 32 rəng çaları 5 bit olar. Vuracam 5 bitə və aldığım cavabı da vuracam 96-ya. 96-ya da vuranda 96-nı necə yazma olar 2-nin qüvvətində? Deməli 32 vursun 5 kimi yaza bilərəm də. Vursun 5, 32-ni 5-ə vuranda yox, 32 vursun 3 kimi. 32 vursun 3 kimi. Düzdür? O Bəli, zaman 3 vurulsun 2 üstü 5 yazaram. Bu da eləyər 3-ü 5-ə vuraram 15 vurulsun 2 üstü 25. 25 bit və bunu da mən 23-ə bölə bilərəm. 23-ə böləndə artıq bu megabayta gələcək. Bu da olacaq 15 vurulsun 2 Evet. üstü 2. Yəni 4 bu da eləyər 60 megabayt. Cavab oldu 60 megabayt C variantı. Aydındır mı? Nə aydınlıqsa deyin zəhmət olmasa. Aydındır müəllim, aydın. Siz də çox yorulmusunuz deyəsən. Yox. Bir dənə bunun üstündən keçsin. Hı. Əziyyət etməm. 40 nöqtəli ağ-qara rəngli təsvir informasiyası nə qədərdir? 40-ı 40-a vuracaq. Bu da eləyəcək 1600 bit. Vəssalam C variantı. Qrafiki təsvirin hər bir rəngi 24 bitlə kodlaşdırılarsa, n bərabərdir 24 bit olarsa, bəli, P bərabərdir 224-ə. 24 bit, P də bərabərdir 224-ə. Görək 200-ə çatdıra biləcək. 4 dəqiqəmiz qalır. Qrafiki təsvir 256 512 səhifədən ibarətdir. Nöqtədən olmalıdır burada. 256 rəng çalarına malikdir. Deməli, yazacaq 2 üstü 9, 2 üstü 8, vurulsun 2 üstü 9 və 256 rəng çaları isə 8 bitdən kodlaşdırılır. Vuracam 2 üstü 3-ə. Bu da eləyəcək 2 üstü 8, 9, 17, 20 bit. 20 bit və bunun da kilobayta çevirmək üçün 2 üstü 13-ə də böləcəm. Sonra sıxacam. Bu da eləyəcək 2 üstü 7, 128 kilobayt. Sonra deyir ki, 20% sıxışdırılaraq. 20% sıxışdırılıbsa, 128-in 20%-ni tapıb ondan çıxa bilərəm.
Belə eləyək də 128-in 80%-ni tapaq da 20 Bu get. 0.8'e bırak Bəli, 128'i. 128 də bura 0.8-ə. Kurtarsın geçsin. 128 vurulsun 20, 0.8 102,4 20, GB eləyəcək. Bu hardadır? Hə, B var. 25,6. Ha, var öyle. Bəli, bəli. 102,4 GB. Bəli. B variantı. Aha, kalan soruş, kalan soruş. İnsan insan gözü 4096 müxtəlif rəngi fərqləndirə bilir. Ən azı neçə bitlə kodlaşdırmalıdır? 4096-dan sonra gələn ilk ikinci qüvvətli olan ədəd axtarır. Bu da 12-dir, o da 12 bit. 16 rəngli qrafik təsvir 256-200 nöqtəyə ibarət olarsa, yaddaşda nə qədər yer tutar? 16 rəngdə isə 4 bitdən kodlaşdırılır. Bu eləyəcək 2 üstü 2. 256 tutacaq 2 üstü 8. 200-ə parçalaya da bilərəm. Heç parçalamıram. Belə də yazıram. Vurulsun 200 200-ə vurulsun. Bölünsün 2 üstü 3-ə. Çünki kilobaytla tapaq. Çünki variantlar hamısı kilobaytla verilib. 2 üstü 10. 200 üstü 10 vurulsun 200 bölünsün 2 üstü 3. Düzdür mü? Belki 213 belki ben. 16 rəngli təsvir 4 2 üstü 2 256 2 üstü 8 bit 13-ə üzr istəyirəm 13 bəli. Bu da eləyəcək 200 bölünsün 8. 2 üstü 3 aşağıda qalır bax 8. 200 də 8-ə bölündə 25 düşür. 196. 1024 512 nöqtədən ibarət təsvirin Haykala rejimindədir. Deməli, Haykala isə N16 bit olacaq. Olacaq 2 üstü 10 vurulsun 2 üstü 9 vurulsun 16 bitə 2 üstü 4. Bu da eləyəcək 2 üstü 23 bit. O da elə 23-ə rahat şəkildə bölünür. 2 üstü 23-ə də böləndə, Megabayt olacak. bəli, artıq 1 megabayt olacaq cavab. Qrafiki təsvir 256 512 nöqtədən ibarətdir və təhlükəsiz rənglər paletində kodlaşdırılmışdır. Təhlükəsiz rəngdə bir rəng 8 bitdir. 2 üstü 8 vurulsun 2 üstü 9 vurulsun 8 bit 2 üstü 3-ə. Bu da eləyəcək 2 üstü nə qədər? 8, 9, 17, 20. 2 üstü 13-ə böləndə də 2 üstü 7 qalar. Bu da eləyər 128. Qrafiki təsvir 256 512 rəng çalan rəng olarsa Haykala rejimində. Deməli 256 2 üstü 8 512 2 üstü 9 Haykalada 16 bit olur 2 üstü 4. Bu da eləyər 2 üstü 21. Onu da 2 üstü 13-ə böləndə 2 üstü 8. Bu da eləyəcək 256. B variantı. 1024 512 deyirsə 2 üstü 10 vurulsun 2 üstü 9 8 rənglərini